Görürsünüzsə bir insanda normal olmayan bir psixologiyadan danışır əslində o Biz tatu. yox, indi buna qarışmayın. Xeyr, cəmiyyəti bizə baxan nə burada demək gənclər istəyirdim? var, yeniyetmələr var, çox xahiş edirəm. Evet. Bunu normal psixolojisi olan insan Kim sizə bədəninə deyir? tatu Sizin xəbərlər dünyanın en tanınmış adamları da tatu vurur. Doğrusu ki tanınmış adamlarıdır. Deməli psixolojisində nəsə Yox, indi o özü ilə bağlı bir fikrinizdə konfliktlər gəlin var. belə eləyək. Əslində o özünə zərərdir və içində bir ağrısı var. O zərəri, o özünü kəsməklə Biz sakitləşdirir. tatunu müzakirə eləmirik. Mən başqa şey deyirəm. Amma insanı Və müzakirə edir. mən nəyin üstə yenə qayıdıram? Ben dedim ki, Günay o tatunu İnsanın vuran xarici görünüşü üst-üstə bizim danışır. haqqımızda Amma çox siz şey danışın. deyil. Aydın müəllim, siz axı doğru demirsiniz. Siz nə deyirsiniz? Siz bilirsiniz mən nə deyirəm? Siz qulaq asmırsınız, mən nə onun deyirəm? geyimi. Siz qulaq asırsınız, mən nə deyirəm? Qulaq asıram. Mən nə deyirəm? Deyin. Siz verilişdə olmamışsınız, hardan siz haqq bilirsiniz? kazandırırsınız Siz ki, hardan insanın bilirsiniz? tatusu olan Siz nə hardan bu bilirsiniz? normaldır? Mən ona dedim İnsanın pisdir. tatusu varsa bu normal Mən haqq deyil. kazandırmadım. Mən nə haqq kazandırıram? Yox, dediniz ki, Onun normaldır. azadlığıdır. Sənin mənim istəyimdən asılı olma özü bilər. İstək Mən deyil dedim axı ki, bu. dedim düzdürmü? Normal insan bunu Dedim ki, eləmir. xalası qızın yanına gedib orada tatuya vaxt dirməkdə, özünə tatu vurdurmaqdansa, tatu sənətini öyrənəydi, özü pul qazanaydı, heç gəlib bu verilişə də gəlməzdi. Uşaqlarını normal saxlayırdı. Aydın müəllim, mən İlham xanımın fikri də razıyam. Siz yaxşı bir peşəyə təşviq eləmirsiniz axı xanımı. O sizin fikriniz deyil, sizin deməyinizdir. Bir Yəni- milyar adam tatu vurur, hamı Vursun da, axmaqdır. bir